Ben sabahlarım 10 tamamda İlham Əliyevin yaşadığı eve gedəcəm. O komandir kimi çıxsın qapının ağzına. Təhdid edəcəm, səmimi gedəcəm. Komandir, əskər olmuşam illərlə. Və evinin bir otağını ver, ev növbəmi verənə qədər İlham Əliyev. Nə qədər İlham Əliyevdə, bunu İlham Əliyev görmür. 3 milyon insan baxır, ay İlham Əliyev. Ne görmüsən sən bunu? Bax, bugün mənim kirəm kreditimdir. Sabah kirədir. Nətər sən prezident kimi, komandir kimi, sən xoşun gəlir sənin 70 dənə əskərini intihar edib. Yani bu balayanın mafyası güclüdür. Yani Erdoğan'a çağırış edirəm. Erdoğan geldi getdi Azərbaycana. Dedim ben Türk xalqının arkasına. İndi de Türkiye'de yaşayan soydaşlarımıza səslənirəm. Birbaşa Erdoğan'a çatdırın. Erdoğan xilas eləsin. Bu xalqı burada xilas eləsin. Bu ermənilərin içində. Bizi xilas eləsin. Yani biz ne deyək qardaş, nətər olar? Gedə metronun ağzında dilənək eləmi? İlham Əliyev, sənin əskərlərini piscikə salıblar. Sənin əskərlərin dilənçi vəziyyətdədir. O ətdən olan yumruğunu dəmir elədik biz. Amma o dəmir yumruğu bizə vururlar. Xalqın pulunla kişi kimi yaşayırsınız da siz. Sizin kişiliğiniz var, sizdə kişilik yoxdur. Ola da bilmər. Kişiliğin varsa deyə qabağıma kişi kimi danışam. O yenə gedim səni qoynum, sən də bu arvadınla qızınla Londonda istirahət elə. O asatirin ye, zəhərin olsun, nə yesən ye. Ye də biz orada olanda sən Atapilə ilə kravatlı da istəyərdə yatırdın. Ne demirdin ki? Pakçı da belə o beyri deyil. Pakçı yatmırdı. Gəlin deyən mənlə yat, da mənlə kartof ye, soğan ye. De ye də mənlə kartof soğan ye.